Mənbələrdə Bakı qırğınında həlak olanların sayı müxtəlif cür göstərilsə də, əslində bu rəqəmlərin hamısı soyqırımın dəhşətindən xəbər verir. Bu soyqırımın dünyaya tanıdılmasında isə hər bir vətəndaşın üzərinə böyük yük düşür. Bu mübarizəyə gələcək nəsil indidən hazırlaşmalıdır. Bu istiqamətdə müəyyən addımlar atılsa da, daha konkret tədbirlərin görülməsinə ehtiyac var. Laləsi Dadaşovların göstərdikləri şücaət və qəhrəmanlıqlar da tarixin açılmamış səhifələrindəndir. Həmin qaranlıq tarixi məqamları Dadaşovların əslindən olan Ofeliya xanım xatırladır. Milyonçu ağa Yusif Dadaşovun nəvəsi Ofeliya xanım Dadaşova babasının keçdiyi zəfər yolu barədə ancaq böyüklərin dilindən eşidib. Onun sözlərinə görə mart qırğınları vaxtı babası cangüdənləri ilə birgə xalqı silahlandırıb, dəstənin önündə gedənlərdən olub. Şəhər əhli onun gəmiləri ilə Rusiyadan gətizdirdiyi silahlara sarılaraq özlərini ermənilərdən müdafiə ediblər. Məhz ağa Yusif Dadaşovun sayəsində evlərin damlarında pulemyotlar quraşdırılan içəri şəhərə bir dənə də olsun erməni ayağı dəyməyib. Qəzəblənən ermənilər nə yolla olursa olsun milyonçunu öldürmək qərarına gəliblər. Birinci dəfə qurulan puskuda babama qətlə yetidə bilmirlər. İkinci qurulan puskuda Azərbaycana hücum etmiş erməni dəstəsi babamı mart ayının 26-sında ağa Yusif Dadaşovu qılıncdan keçirtməklə doğram doğrayırlar. Ağa Yusif Dadaşov martın 26-sında qətlə yetirilərkən yaxası qızıl, yaqut və brilyant daşqaşla bəzədilmiş bahalı mundiri də yoxa çıxıb. Ağa Yusif Dadaşov ömrü boyu xalqa xeyli xidmət göstərib. Yaşadığı dövrdə xeyriyyəçiliyi dillər əzbəri olan mesenat maarifçilik sayəsində çox iş görüb. O Rusiya İmperator Sarayı yanında həqiqi mülki müşavir vəzifəsini daşıyıb. Dövlət Dumasının Glasno üzvü seçilib. Azərbaycanda məhz gəmiçiliyin əsasını Dadaşovlar sülaləsi qoyub və onlardan Bakıda, onun bütün kəndlərində, içəri şəhərdə yüzlərlə mülk, karvansara yadigar qalıb. Deyilənə görə Ağa Yusif Dadaşov Zirə kəndində dəfn olunsa da, indiyə kimi qəbri tapılmayıb. Axtarışlarının da bir nəticəsi olmayıb. Demək, çox məşhur insanlardan biri Ağa Yusif Dadaşovdur. Bu, Avropada, İsveçin, demək, Stockholm Universitetində təhsil alıb, Rus dilini, Fransız dilini və digər Avropa dillərini çox mükəmməl bilirdi. Onda qeyd edim ki, ailə həm də çox dindar olmasına baxmayaraq, dünyəvi həyat tərzinə çox böyük diqqət yetirirdilər. Buna görə də onun Avropada təhsil alıb vətənə qayıtması ona gətirdi çıxardı ki, çox qısa bir müddət ərzində o Rusiyanın ən tanınmış deməli şəxsiyyətlərindən birinə çevrildi. O həm də çox böyük bir vətənpərvər insan idi. Millətini, xalqını çox sevən bir insan idi və onu da deyim ki, onun evində Azərbaycan xalqının çox görkəmli ziyalıları tez-tez qonaq olurdu. Onlar içərisindən biz demək ki, Məhəmməd Əmin Rəsulzadəni, Neriman Nərimanov və digər bizim demək 20-ci əsrin əvvəlində tanınan ziyalılarımız demək olublar. Yəni bu ailə özü çox ziyalı bir ailə idi və o hətta demək bir sıra ictimai siyasi tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Məsələn, Hacı Zeynalabdin Tağıyevin açdığı Qızlar Gimnaziyasının demək o Himayədarlar Şurasının həm də o üzvü idi. Yəni onun maliyyələşmə işinə də onun töhfəsi olmuşdu. Hacı Hacağı hələ sağlığında onu öz varisi təyin edib. Ağa Yusif Nəşr-i Maarif cəmiyyətinə himayədarlıq etdiyinə görə onun fəxri və ömürlük üzvü seçilib. O həm də vətənpərvərliyinə görə ad qazanmışdı. Bakı erməniləri ona dəfələrlə suiqəst hazırlayıb. Bir dəfə onu ermənilərin atdığı güllədən sinəsində gəzdirdiyi Quran xilas edib. 1917-ci ildə Rusiyada çarizm süqut etdikdən sonra məlumdur ki, 1918-ci ilin əvvəli Azərbaycan xalqının tarixində çox faciəli bir dövr kimi demək qalıb. Yəni xalqımıza qarşı, millətimizə qarşı çox ağır cinayət, soyqırım cinayəti törədilib və bu soyqırım cinayəti törədilərkən xalqımızı qırğından xilas etmək üçün erməni cəllatlarına qarşı vuruşmaq üçün Hacı Ağa Yusif Dadaşov demək çox böyük fəaliyyət göstərir. O öz demək Xəzər dənizində saxladığı gəmiləri vasitəsilə Rusiyadan silah almaq üçün adamlar göndərir və o silahları gətirdikdən sonra özü gedir qarşılamağa. Silahları yükləyib demək Azərbaycanın xalqını müdafiə edən demək döyüşçülərə göndərmək üçün bu işi təşkil edir. Lakin onu da demək lazımdır ki, cəllad baş kəsən Stefan Lalayanın bilavasitə demək dəstəsi tərəfindən mühasirəyə alınır və o onlarla elə rəftar edir ki, yəni Hacı Ağa Yusif Dadaşov onları ləngidir. Yəni silahın çatdırılmasına şərait yaradır, amma özünü onun
demək məcbur edərsin ki, sən gəlib qılıncın altından keçməlisən. O çox qürurla cavab verir ki, mən türkəm və mən erməni qılıncın altından heç vaxt keçmərəm. Və o özü çox işgəncə ilə öldürülür. Geydiyi paltar hansı ki bir çox qiymətli daşqaşlarla onun demək bəzədilmiş, onlar hamısı ermənilər tərəfindən qarət edilir. Erməni xislətinin mən iç üzünü demək istəyirəm ki, vəhşicəsinə bir kommunist ideyası ilə Azərbaycana hücum edən ermənilər burada öz oğurlu, cinayətkar olduqlarını göstəriblər.